Uşaq pulunun verilməsi və artırılması üçün videonu bəyənin və kanalımıza abunə olun. 3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib. Bakua Reporta istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Parlamentin Aqrar Siyasət, Ailə, Qadın və Uşaq Məsələləri, Elm və Təhsil Komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb. O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq, bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib. Beynəlxalq təcrübəni öyrənməklə 3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik. Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır. Uşaqlara, eləcə də müəllim və texniki heyətə ilkin yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər. Öz fikrini əlavə et. Məncə, bu təklif ümumilikdə müsbət və vaxtında atılmış addımdır. Demoqrafik balansın qorunması, ailə institutunun gücləndirilməsi və uşaqların sosial rifahının yaxşılaşdırılması baxımından çoxuşaqlı ailələrə, xüsusilə də analara əlavə güzəştlərin tətbiqi əhəmiyyətlidir. Lakin bu güzəştlər yalnız simvolik xarakter daşımamalı, real və ölçülə bilən sosial fayda verməlidir. Məsələn, vergi güzəştləri, kommunal ödənişlərdə endirimlər, iş saatlarında elastiklik və ya pensiya təminatında üstünlüklər kimi. Eyni zamanda, çıxışda uşaq bağçaları və məktəblərdə tibbi və psixoloji xidmətlərin çatışmazlığının vurğulanması çox vacib məsələdir. Uşaqların təhlükəsizliyi və psixoloji sağlamlığı birbaşa bu xidmətlərin mövcudluğundan asılıdır. Bu sahədə nəzarətin gücləndirilməsi və kadr təminatının yaxşılaşdırılması kağız üzərində olan qanunların real icrasını təmin edə bilər. Yəni, sosial dəstək yalnız maliyyə güzəştləri ilə məhdudlaşmamalı, eyni zamanda uşaqlar üçün təhlükəsiz və sağlam mühitin yaradılmasını da əhatə etməlidir.